Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 20 aprel 2025-ci il tarixində OTK AZ və MQM-in birgə təşkilatçılığı ilə həyata keçirilən 11-ci siniflər üzrə OTK blok imtahanının 2-ci və 3-cü qrupların tarix suallarının izah ilə gəlin tanış olaq. Demək, 31-ci sualın izahı ilə başlayaq. Hansı hadisələrin yeri dəyişdirilərsə düzgün xronoloji ardıcıllıq olar? Attilanın Bizans dövləti ilə müqavilə imzalaması 434-447-ci illərdə müqavilə imzalanmışdı 2 dəfə. Axund dövlətinin Heratı özünə tabe etməsi 484-cü ildə, Qərbi Qaraxanlı və ya Şərqi Qaraxanlının yaranması, Qaraxanlının parçalanması ilə 1042, Bölcük Xaqanın Maniçiliyi qəbul etməsi, bu adam 759-79-da hakimiyyət olub, yəni 8-ci əsrdə və Çinin Qərbi Göytürk dövlətinin asılı salması, hansı ki 7-ci əsrin 50-ci illəri tarixində baş vermişdir. Buna da 7-ci əsr qeyd edək. Belə ki, burada biz 11-ci əsrlə, yəni 3 ilə 5 nömrəli cavabın yerini dəyişdirsək, ardıcıllığımız düzgün olardı. 3-5 C variantı olur cavabımız. 32-ci suala baxırıq. Qarabağ General Qubernatorluğunun sərhədlərinə daxil olan ərazilərə. Qarabağ General Qubernatorluğu 1919-cu ilin yanvarında Cümhuriyyətin 3-cü hökumət tərəfindən təsis edilmişdi ki, ərazisinə Şuşa, Cavanşir, Qazax təbii ki ola bilməz, Qazax bölgəsi, Vedi Basar həmçinin bu Naxçıvanın hansı ki şimal-qərb hissəsinə uyğun gəlirdi. Mübahisəli ərazilərdən biri idi. Bir hissəsi də Ermənistana düşürdü. Zaten sonra itirilmişdi. Ümumilikdə yəni Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur əraziləri daxil idi ki, 1, 2, 5, 6 deməli bu cavabımız yer alır C bəndində. 33-cü suala baxırıq. 33-cü sualda uyğunluq pozulmuşdur. Burada bizə səhv cavab lazımdır. Diqqətli olaq. Arslan Şahın sultan elan edilməsi, Atabəy Eldənizin İraq Səlcuq sultanlığını idarə etməyə başlaması, bəli, nominal hakim olur, A doğrudur. Şirvanda Kəsranilər sülaləsinin varlığına son qoyulması, söhbət 1027-ci ildə Kəsranilər hakimiyyətə gəlir, 1382-yə qədər hakimiyyətdə olurlar. Səlcuq İmperiyasının Azərbaycanın işğalını tamamilə başa çatdırması, Kəsranilərin bu arada varlığına son qoymurlar, sadəcə Kəsrani nümayəndəsi Fəri Burcu tabe edirlər. Bununla Azərbaycanın işğalı başa çatdırılır. Yəni elə bu fikir səhvdir. Digərlərinə baxaq. 3-cü Mənsurun Səlcuqlar İttifaqı pozması, bu məhz 1123-cü ildə Mahmudun Şirvana yürüşünə səbəb olmuşdu və ya Toğrulun 1055-də Bağdad tutması Abbasilərin asılığa düşməsinə, 1121 Didqori döyüşündən sonra da Tiflis müsəlman əmrliyi ləğv olunmuşdu. Yəni bu fikirlər öz növbəsində doğrudur, yanlış olan B variantı oldu. 34-cü suala baxaq və qeyd edeyim ki, bu 11-ci sinif suallarıdır. 9 və 10-cu sinif tarix suallarının izahı da kanalımızda paylaşılıb, izləyə bilər 9-10-cu sinif şagirdləri. Demək, burada torpaq sahibləri öz mülklərini nəsildən nəslə ötürmək, satmaq, bağışlamaq hüququ aldılar. Bu islahat Azərbaycan feodallarının torpaq hüquqlarının güclənməsi ilə əlaqədar yeni bir mərhələnin başlanması deməkdir. Deməli, burada söhbət 1846-cı il 6 dekabr reskriptindən gedir. Digər mətnə baxdıqda isə kəndlərin 18 gün bir ara getməsindən danışılır, yəni 1847-ci il kəndli əsasnaməsindən. Deməli, birinci mətndə bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahat, yəni buradakı söhbət 1847 kəndli əsasnaməsinə aid xüsusiyyəti tapmalıydıq. Kəndlərə mülkədar tabelisi adı verildi, 1846-cı il reskriptinə əsasən A ola bilməz. Bəylər kəndlər üzərində polis məhkəmə hüququ aldı, hər iki islahata əsasən B də ola bilməz. Kişi cinsindən olan kəndlərə pay torpağı verildi, bəli, sahibkar kəndlərinə, 15 yaşından yuxarı sahibkar kəndlərinə 5%-nin torpaq payı ayrılmışdı. D variantına gəldikdə bu ümumilikdə inzibati tədbirdir, 1846-cı il dəyişikliyindən sonra ləğv olunmuşdu. Ali müsəlman təbəqəsinin torpaqlarının müsadirəsi dayandırılıb fikri də yenə yanlış olur, 34-də cavabımız qalır C bəndi. 35-ci sual bir qədər sadə, orta bir sualdır. Deməli, Bizans ordusu məğlub edilibdir. Konstantinopolun fəthi gecikib. Konstantinopolun fəthini gecikdirən bu arada Ankara döyüşüdür, bildiyiniz kimi. Bu variantlardan biri ola bilərdi və Macar Çek qoşunlardan Mohaçda məğlub olmuşdu. Demək, Maltepe 1329 Bizansın məğlub olması, 1402 Ankara və 1526 Mohaç. Bu döyüş adları da qeyd olunubdur B bəndində. Doğru cavabımız olurdu B. 36-cı demək sualımıza baxaq. 36-cı sualımızın izahını verməmişdən əvvəl qeyd edim ki, imtahana bir ay qalmış 2-ci və 3-cü qruplarımız öz tarixdən nəticələrini artırmaq istəyirsə və qəbul imtahanlarında tarixdən %100 nəticə əldə etmək istəyirsə, sınaq qruplarımıza qoşula bilərlər. Qeydiyyatımız davam edir. Sizlər sınaq qrupumuza qoşulmaqla həftənin hər günü
Dövlət İmtahan Mərkəzinin qəbul testlərini, model suallarını, dimin sınaqlarını və bir sıra mühüm vacib sınaqları mənim tərəfimdən hazırlanan imtahan səviyyəsinə birəbir uyğunlaşdırılmış sınaqları işləyərək, hər birinin izahları ilə, videoları ilə tanış olaraq məhz nəticənizi yüksəldə, çətinlik çəkdiyiniz mövzulardakı boşluqlarınızı aradan qaldıra bilərsiniz. Bunun üçün 055 403 37 53 nömrəsinə yazaraq ətraflı məlumat alın. Eylerven diaqramımıza gəldikdə isə Gülüstan müqaviləsi 1813-cü ildə, Türkmənçay 1828, Ədirnə 1829-da imzalanmışdı. İllərini deyim sizə. Qacarlar dövləti ruslara hərbi təzminat ödəyir. Məhz Türkmənçayla 2-yə A-nı qeyd edək. Çar 1-ci Aleksandrın hakimiyyət dövründə imzalanıb. Çar 1-ci Aleksandr 1801-25-ci illərdə hakimiyyətdə olmuşdu. Onun hakimiyyətinə də gördüyünüz kimi uyğun gəlir 13-cü il Gülüstan müqaviləsi, yəni 1-də B olmalı idi. Cənubi Qafqazda Çar Rusiyasının işğalları təsdiqləndi. Hər üç müqavilə əsasən 1 və 2-ci müqavilələrlə Qacarlar, 3-cü müqavilə ilə isə Osmanlı rusların işğallarını təsdiqləyir, tanıyır, 4-də gedir C. Axalsın bir hissəsi Rusiyaya birləşdirilir. Bu, Osmanlının imzaladığı müqavilədə idi, yəni D gedir 3-ə və ilk rus məskənləri yaradıldı. Bunu hər hansısa müqavilə əldə etmək olmaz, çünki bu 1830-cu ildəki qərardan sonra olmuşdu Azərbaycana məhz tərqəti, bidətçi rusların köçürülməsi. Belə olduğu halda da cavabımız demək 1B, 2A, 3 nə oldu? 3D, 4C olduğu halda D variantı qalır. 36-da D. Xəritədə ulduzla verilmiş şəhər, xəritədə də hansısa çətinliyiniz varsa, yuxarıda və aşağıda yerləşdirdiyim playlistlərdəki xəritə izahlarına daxil olub tanış ola bilərsiniz. Demək, burada gördüyünüz kimi Göyçə gölünün qərbində yerləşir bizdə qədim İrəvan şəhərimiz. Deməli, İrəvanın 18-ci əsr tarixindən söhbət gedir. 18-ci əsr tarixinə baxaq. 1-ci Pyotr 1722-23-cü illərdə hücum eləyir Azərbaycana. Xəzər sahili vilayətləri tutur, bu ola bilməz. Şah 1-ci Abbas ümumiyyətlə 18-ci əsrdə yaşamayıb. 2 də ola bilməz. Deməli, 3-4 doğrudur. Həqiqətən də Qarabağdan da vəziyyətə düşmüşlər. Sərdar sarayda inşa olunmuşdu. C bəndi olur. Doğru fikrimiz. 38-ci suala baxaq. Cədvələ əsasən döyüşlərin düzgün verildiyi cavabı müəyyən edin. Ərəb-Xəzər müharibələri deməli Bələncər döyüşü. Yəni məntiqi ardıcılığı davam elətdirək. Bələncər döyüşü deməli Poatyol mübaralarında Savalan olub, Cərmidan yox, Hilat yox. Hilat daha doğrusu olubdu. Baxaq deməli Ərəb-Sasani Kadisiya Ktesifon döyüşləri elə o Ktesifon Savalan yer alan C variantı olur. Sadə bir sualdır bu da. 39-cu sualımıza baxaq. Ağqoyunlu dövlətinin, yəni biz 1468-1503-cü illərdə mövcud olan Ağqoyunlu dövlətinin xarici siyasətinə aid düzgün fikirləri tapmalıyıq. Qızıl Ordu dövləti ilə əlaqələrində hansı ki, Qaraqoyunlara qarşı ittifaq yoxdur. Qızıl Ordu dövlətinə razılığa gəlirlər ki, Qızıl Ordunun sərhədlərini pozulmaması haqqında, yəni B doğrudur. Səbəbi dövlətinə qarşı ittifaq yoxdur. Bir də B olur. Bir də B olduğu halda hansı ki, bir dənə cavabımız qalır. Həqiqətən də doğruluğunu yoxlayaq. Osmanlı dövləti ilə Trabzon üstündə münaqişə olmuşdur. Xeyr, 1461-də olsa da münaqişə dövlətçilik tarixindən əvvələ uyğun gəlir. 2-ci Bayezidlə Yaqub dostluq əlaqələri saxlayır. Malatya döyüşündə isə Mehmedin qoşunları 1473-də məğlub edilir. 3-cü tərəfə baxdıqda da Avropa dövlətləri ilə belə bir hərbi ittifaq yoxdur Ərdəbil şeyxlərinə qarşı. Lakin Venesiya ilə diplomatik əlaqələri var. 1470 B doğrudur və yaxud da Trabzon krallığı ilə nicah diplomatiyası olsa da, bu da yenə dövlətçilik tarixindən əvvələ uyğun gəlir. Və cavabımız qaldı A bəndi. Baxaq 40-cı suala. Qədim dövr tarixinə aid oxşarlıqlardan biri yanlışdır. Şumer və Hun türk mənşəlidir. Yunanistan və Böyük Hun dövləti Makedoniyalı İskəndərin yürüşünə məruz qalmışdırmı? Xeyr. Elə B yanlışdır. Adı çəkilən dövlətləri yürüş etməyib Makedoniyalı İskəndər. Yenə Roma Respublikası Makedoniya Yunanistanı tutub. Eradan əvvəl 2-ci əsrdə Hindistan və Çin eradan əvvəl 3-cü əsrdə vahid dövlət halında birləşdirilmişdir fikri doğrudur. Həqiqətən 3-cü əsrin ikinci yarısında Qərbi Roma dövləti və Çin Hunlarla mübarizə aparmışdır. Bu da yenə öz növbəsində doğrudur. Attilanın hücumu var Romaya, Çinə də ki Mete Teoman hücum edib. Keçid edək 41-ci suala. Almaniyada Weimar Respublikasının mövcudluğu dövrü 1919-33-cü illəri əhatə eləyir. Ölkə Millətlər Cəmiyyətinə daxil olur 1926-da. 1 doğrudur, 1 olmayan cavabları çıxaq. Demək, Saar vilayətinin referendumla geri qaytarılması 35-dir, bu uyğun gəlmir. 2-ni cavablardan çıxaq.
Deməli, Avstriyanın dövlətə birləşdirilməsi Anşlüs 38-dir. Yəni bu Weimar Respublikasının yox, Hitlerin hakimiyyətdə olduğu dövrdə idi. 3-ü çıxaq, elə 1-4 qalır cavabımız. Həqiqətən də 1925-də Lokarnoda bərabər hüquqlu dövlət kimi tanınır. İtaliya ilə Polad Pakt 39-dur. Yəni bu dövrə uyğun gəlmir. Bu intervala C bəndi olur. Cavabımız 41-də. 42-ci sualda doğru cavab müəyyən edək. İqtisadi dəyişikliklərdən söhbət gedir. 1860 və 1870-ci illər iqtisadi dəyişikliklər. Ağ neft zavodu Cavad Məlikov 1863 A doğru. Şəkidə ipək fabriki 1861 B də doğru. Birdə əgər A ilə B-dirsə də yenə cavabımızı artıq müəyyən etdik. Doğruluğunu da sizə göstərim. Dərbənd quberniyası 1846-da yaranmışdı, yanlışdır. Həm də inzibati tədbirdir. Bu da köçmə hüququ 1853 iqtisadi tədbir deyil, sosial tədbirə uyğun gəlir. 1AB. İkinci tərəfdə Vayt kənd dairəsi 1865 ili də uyğun gəlmir, iqtisadi tədbir də deyil. Vaqon sternlərdən istifadə olunması iqtisadi tədbirdir, lakin 19-cu əsrin 80-ci illərindəndir. İrəvanda şəhər islahatı həyata keçirilməsi iqtisadi tədbir deyil. Məhz bu da yanlış olur. Və ilk dəfə tankerin istifadəyə verilməsi 19-cu əsrin 70-ci illəri 1A, B, 2D. Cavabımız qaldı 42-də A. 43-cü suala keçid edək. Yusif ibn Əbsaz və Şəmsəddin Eldəniz üçün oxşar cəhət. Bu əvvəlki illərdə imtahanlarda istifadə olunan suallardan birinin təkrarıdır. Şirvanşahlar dövlətinin aslala salınması hər iki hökmdar tərəfindən və gürcülərlə mübarizə həmçinin. Yusif yox, Şəmsəddin Eldəniz yeni dövlət yaradıbdır. Məhəmməd çünki sac yaradır dövləti. Azərbaycanın hər ikisi vahid halda birləşdirilmir. Bəli, zaten ilk dəfə bu adam birləşdirir və Dəbil əmirliyinin birləşdirilməsi yanlış olur. 1-2-4 qalır cavabımız E bəndi. Keçid edək sizdən 44-də. 1-ci Pyotrdan fərqli olaraq 2-ci Yekaterinanın dövründə Çar Rusiyası. Azərbaycana yürüyüş ortaqdır. Belə ki, 1722-də Pyotr, 2-ci Yekaterinada 1796 qoşunlarını göndərir. Birləri cavabdan çıxaq. Baltik dəniz sahillərinə çıxış olmuşdur məhz Pyotrun dövründə, 2 də uyğun gəlmir. Qaradənizdə üzmə hüququ qazanırlar 1774 Kiçik Qaynar çayı ilə 2-ci Yekaterinanın dövründə. Krım xanlığının işğalı 1783 Yekaterinanın dövründə. Respospolita ilə müqavilə imzalayır 1686-da Pyotr, 2-ci Yekaterina ümumiyyətlə Respospolitaya son qoyur. Cavabımız qaldı A bəndi 44-də. Baxırıq 45-ə. Türkiyənin 20-ci əsrin 70-ci illərinə aiddir. Kenan Evrənin demək darbə etməsi, hərbi çevrilişi 1980-dir. 1 ola bilməz. Kiprə qoşun çıxarılması Yunanistanın Enozis cəhdinə qarşı 74 doğrudur. Bu 2 mədəni inqilab ümumiyyətlə Çin tarixinə aiddir. 3 yanlışdır. Bu dövrdə tez-tez hökumət böhranları baş verirdi. Siyasi cəhətdən qeyri-sabit bir dövr yaşayırdı Türkiyə, yəni 4 doğrudur. Bəli, NATO-ya daxil olubdur, lakin bu Koreya müharibəsinə görə idi 1952-də, yəni uyğun gəlmir tarixi. Cavabımız qalır 45-də D bəndi. 46-ya keçək. 2-ci Dünya müharibəsi illərindəki döyüşçülərimiz. İtaliya partizan dəstəsinin komissarı olmuşdur Mehdi Hüseynzadə. Rumuniyada baş verən döyüşlərdə iştirak etmişdir Gəray Əsədov və Fransanın ən yüksək hərbi mükafatına layiq görülən Əhmədiyyə Cəbrailov olur. 1B, 2A, 3C bəndi. Baxaq 47-yə Səfəvi dövlətinin Qaraqoyunlu dövlətindən fərqli cəhətləri. Dövlətin başına qeyri-məhdud hakimiyyətə malik hökmdar var idi. Hər iki qeyd edilən dövlətdə 1 ola bilməz. Vəzir maliyyə işlərinə baxırdı. Bəli, 2 də ola bilməz. Cavabımız E-dir deməli. Çünki məşvərətçi orqanın hər ikisində var və hökmdardan sonra ikinci şəxs vəkil idi. Səfəvilərdə Qaraqoyunluda, Ağqoyunluda Əmir Əl-Ümarə olmuşdu. Və bəndə qalır 47-də cavabımız. 48-də verilənlər üçün oxşar cəhət Cənubi Azərbaycan tarixinə aiddir. Hər üçü, bəli, 1848-52, 1898, 1905, 11. Biri qeyd edək. Qalibiyyətlə nəticələnməsi. Belə ki, hər üçü qalibiyyətlə nəticələnmir. Bunu çıxaq və Qacarların dövründə olmuşdu. Qacarlar, qeyd edim ki, 1796-1925-ə qədər hakimiyyətdə olmuşdular. 1-3 ola bilər. 19-cu əsrin 1-ci rübü və yaxud da Çar Rusiyasına qarşı deyil hər üçü. Qədim dövrlə bağlı uyğunluq. Qeyd edeyim ki, bax bu Arad da dövlət qurumu bu il proqrama yenidən əlavə olundu. Əvvəlkilərdə çıxarılmışdı. Ərazisi Urmiya gölündən Fars körfəzinə qədər uzanırdı. Belə ki, bu Kutilərə aid ola bilər.
Dini dairə Maşmaş var idi. Aradda da İmmaşqun olub Lulubilərin hökmdarı. 2-ci Sarqon ümumiyyətlə heç birinə yürüş eləməyib. O Man ərazisinə var idi və ya Urartu ilə mübarizəsi. Gəlin D-ləri cavabdan çıxaq. Görək nə dərəcədə işimiz asanlaşır. Elə cavabımız alınır. Və həqiqətən də Haqqı Süqutu uğradan Kutilərdir. Cavabımız qaldı D bəndi 49-da. 50-yə baxaq. Xəritədə rəqəmlərlə verilən dövlətlərə aid uyğunluq. Burada Hindistan, Çin və Yaponiyadır. Yaponiyada 2-dir. Hansı ki 19-cu əsrin ikinci yarısı ingilislər tərəfindən tamamilə işğal edilmişdir. Bu Hindistanda Aud knyazlığının tutulması ilə. Bir də cavabımız olur A bəndi. Daha sonra 20-ci əsrin əvvəllərində respublika olub Çin 1911-13 inqilabından sonra. Daha doğrusu 1-ci Napoleon işğalı, ümumiyyətlə 1-ci Napoleon bu ərazilərə hücum eləməyib. Eyni cavablardan çıxaq. Deməli, yenə cavabımız alınır bir variantı çıxmaqla. Portsmouth müqaviləsi Yaponlara aiddir. Həqiqətən də 2-də D-ni qeyd edə bilərik və 1889-da da Yaponların konstitusiyası var. C bəndə olur 50-ci sualımızın cavabı. 51-ə baxaq. Xəritədə paytaxtları ulduzla verilmiş Azərbaycan dövlətlərinin 10-cu əsrin 1-ci yarısına aiddir. 10-cu əsrin 1-ci yarısında Azərbaycan tarixində mövcud olubdur Şirvanşahlar. Hansı ki onun paytaxtı budur. Şamax ərazisi və o dövrdə mövcud olubdur Saci və Salarilər dövləti. Və belə ki, həm Sacilərin paytaxtı olubdur Ərdəbil, bura Ərdəbilə uyğun gəlir, həm də Salarilərin paytaxtı olubdur Ərdəbil. Deməli, müstəqilliyinə son qoyulması, Şirvanşahların müstəqilliyinə bu dövrdə son qoyulmuş, deməli A oxşar cəhət ola bilməz hər ikisinə aid. Slavyanların yürüşü B qalsın, çünki Şirvanşahlarda Sacilərin yürüşünə məruz qalıbdır, Salarilərdə Slavyanların yürüşünə məruz qalıbdır. Həmçinin dərsliyimiz qeyd edir ki, Sacilər də Slavyanların yürüşünə məruz qalıbdır. Elə cavab B olacaq. Çünki Səlcuq dövləti bu dövrdə Azərbaycana yürüş eləmir və yaxud da hər hansısa bir dövlətimiz ona qarşı hərbi ittifaqa girmir. Şərqi Gürcüstan tabe edilməsi Şirvanşahlar 10-cu əsrin 1-ci yarısında yox, 15-ci əsrin 1-ci yarısında tutub Şərqi Gürcüstanı və ya Şirvanşahlar bu dövrdə yox, qeyd elədiyim tarixdə Azərbaycanı birləşdiriblər. Ona görə cavabımız qalır B variantı burada. Slavyanların yürüşü adını qeyd elədiyim hər 3 dövlətə aid ümumi xüsusiyyət kimi. Davam edirik. Bəli, davam eləyək. Qarabağ bölgəsinin vətən müharibəsindən sonrakı dövrünə aiddir. Yəni elə cavablar yazın ki, deyir 2020 10 noyabr bəyanatından sonra uyğun gəlsin. Xankəndi şəhərində dövlət bayrağının ucaldılması, bəli, 2023-cü il 19-20 sentyabr lokal xarakterli antiterror əməliyyatlarından sonra baş vermişdi. Hadrut qəsəbəsi 4 oktyabr vətən müharibəsi gedişindədir. Füzuli hava limanının açılması 2021 oktyabrın 26-sı. Bu da vətən müharibəsindən sonraya təsadüf eləyir. Deməli, 1-3 ola bilər cavablarımız. Və İranla dövlət sərhədinin tam olaraq ordumuzun nəzarətinə keçməsi bu Ağbəndin azad edilməsi ilə baş vermişdi. 1-3 cavabımız qalır E bəndi. 52-ci sualda vətən müharibəsinin izahı da kanalda yerləşdirilib. Ən son izahı da yenə paylaşılacaq. Ümumilikdə bütün növ mövzuların onsuz izahı var. Daim izləyicilərimiz bilir. Bilməyənlər üçün də qeyd edim. Elə baxımdan da abituriyentlərə verdiyimiz bu dəstəyi nəzərə alıb kanala abunə olub videonu bəyənməyi, əziyyətimizi qiymətləndirməyi unutmayın. Hastings döyüşü 1066 Fransada mərkəzləşmiş dövlət yarandımı? Xeyr, bu İngiltərədir. Bizansın xaçlara dəstək verməməsi bu ikinci xaç yürüşünün uğursuzluğuna gətirib çıxardı. Bəli, Avropada rekonkista hərəkatı baş verdi. Nəticəsində Latin imperiyası yarandı. Xeyr, Latin imperiyası 4-cü Səlib yürüşü nəticəsində meydana gəlmişdi Bizans ərazisində. Yanlış. Vestfaliya 1648-də imzalanır bu sülh. Avropada dini müharibələrin başlanğıcı qoyulmur. Sona çatır. Yanlış. Tək cavabımız doğru 2-dir hələlik. Augsburg sazişi 1555 protestantların din azadlığı tanınır. Bəli, 2-5 doğru fikirlərimiz olur. Heydər Əliyevin birinci rəhbərliyindən fərqli olaraq ikinci rəhbərliyi dövrü Azərbaycanda. Birinci rəhbərliyi 1969-82-ni əhatə edir. İkinci rəhbərliyinə gəldikdə isə bu 1993-2003-ü əhatə edir. Yəni onun prezidentlik dövrünü. Bizə də lazımdır ikinci rəhbərliyi dövrü. Konstitusiyanın qəbulu bu ümumi fikirdir. Bunu çıxaq. Çünki 78-də də var, 95-də də. Ağdam Xankənd Dəmir yolu birinci rəhbərliyinə aiddir 79. 3-4 doğru olacaq. Əsrin müqaviləsi 94. Dövlət Neft Fondu 99. Bəli. 3-4.
Daş dövründən fərqli olaraq erkən və orta tunç dövrü əkinçilikdə süni suvarma sistemindən istifadə edildi. Bəli. Siklopik qalalar son tuncdadır. Əhali oturaq həyata keçmişdi. Neolitdə artıq, yəni daş dövründə və köçmə yalaq maldarlığı mövcud idi. Erkən tuncdan etibarən 1-4 olur cavabımız. Xronoloji ardıcıllıq. Bədir döyüşündə müsəlmanların qalib gəlməsi 624, Əməvilərə qarşı üsyan 750, Xlodvik xristianlığı qəbul eləyir və yeni dövlət yaradır, hansı ki 5-ci əsr sonlarında və 1-ci Ottonun 962-ci ildə özünü müqəddəs Roma imperatoru elan eləmişdi. Ardıcıllığımız demək 3, 1, 2, 4 ola bilər. Monqolların 1-ci yürüşü 1220-22. Xarəzmşah Cəlaləddin yürüşü 1225-31. Belə ki, Suda-Bəndər üsyanı Cəlaləddinə aiddir. Azərbaycan bütövlükdə Ali Monqol xaqanlığına tabe edilmişdir. İkinci yürüş zamanı. İkinci Aslan asıllığı qəbul edir. Heç bir yürüşün nəticəsinə aid deyil. Təbriz ələ keçirilmir. Monqolların birinci yürüş zamanı 1-də 2A. Baxaq. Asunqurlar süquta uğrayır. Cəlaləddinin yürüş zamanı 1-də 2A olur cavablarımız. Və situasiyamıza baxaq. 18-ci əsrin 30-cu illərində Azərbaycanda hakim sülalə nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzunu tamamilə itirdi. Nadir xan öz nöqteyi nəzərindən yeganə doğru yolu taxt-tacın həqiqi sahibi olmaqda görürdü. Hakimiyyətin həqiqi sahibi olandan sonra da öz mövqeyini müharibələr vasitəsilə möhkəmləndirməyə və s. kimi məqsədləri var idi. Yeni yaradılmış dövlətdə sərt islahatlar oldu. Demək, situasiyanın doğru cavabları ilə tanış edim sizləri. Mənbədə bəhs olunan qurultay 1736 Muğan qurultayıdır. Süquta uğradılan dövlət Səfəvilər dövlətidir. Yeni yaradılan dövlətsə Əfşarlar dövlətidir, Nadirin Əfşarları. Bəhs edilən qurultay nəticəsində yeni dövlətdə həyata keçirilən islahatlara dair nümunə ehtimali inzibati və vergi. Bu sualın cavablarını qeyd etməmişdən əvvəl bir daha xatırladım ki, sınaq qrupumuza 2-ci və 3-cü qrupların imtahanlarda yüksək nəticə əldə etməsi üçün tarixdən qeydiyyat davam eləyir. Bunun üçün qeyd edilən nömrə ilə əlaqə saxlayın və qarşıda da OTK-nın istərsə Dövlət İmtahan Mərkəzinə həyata keçirildiyi sınaq və qəbul imtahanlarının izahları hər zaman olduğu kimi, hər il olduğu kimi yenə ilk bizim kanalımızda paylaşılacaq. Kanala abunə olmağı, bildirimləri indidən açmağı unutmayın. İnzibati islahata dair nümunə qeyd etmək olar nəyi? Deməli, səbəblərdə mövcud olan baş vəzir və sədr-əzəm vəzifələrini ləğv edir demək olar. Daha sonra ölkənin bəylərbəyliyə bölünməsini qeyd eləmək olar. Sizin də əlavələriniz varsa, mənim unutduğum, ancaq sizin nəzərinizdə olan məsələlər, məqamlar varsa qeyd edin şərhdə. Başqa, hətta o hansı ki, bölgələri idarə edən hakimlərin yanına xüsusi nəzarət üçün naiblər belə təyin etmişdi. Bu da inzibati bir idarə etmə formasına aid tədbir ola bilər. Dini dövlətdən ayırmışdı, dünyəvi dövlət formalaşdırmışdı. Əlavələrinizi yazın şərhdə mütləq. Vergiyə dair nə demək olar? Vergilərin yığılmasında qayda-qanun yaratdı. Vergilərə, belə deyək, vergi toplanmasına nəzarət artırdı, bunu qeyd etmək olar. Vergiləri pulla alırdı, vəzifə bölgüsü yaratdı və s. kimi fikirlər, yenə əlavələriniz varsa deyin. 60-da yeni yaranan dövlətin qurucusunun Şah Abbasın xarici siyasəti ilə oxşar cəhətlərini qeyd edin. Oxşar cəhətlərindən ikisi həm Nadir Şah, həm də deməli Şah 1-ci Abbas məhz Səfəvilər deyəcəkdim, daha doğrusu Osmanlı dövləti ilə müharibələr aparır. Hər iki hökmdar deməli Osmanlı ilə müqavilə imzalayır. Nadirin dövründə də bu arada müqavilənin imzalanması var, şahlıq dövründə. Həmçinin Avropa dövlətləri ilə diplomatik əlaqə saxlamalarını qeyd edə bilərik. Çünki Nadir də Xəzərdə hərbi donanma yaratmaq üçün Avropa dövlətlərindən əlaqə saxlayır, hətta İngiltərə ortaq məqam ola bilər. Şah 1-ci Abbas da İngiltərə ilə əlaqə saxlayır. Və yenə də əlavələriniz olarsa yazın, baxaq cavablarınıza. Qeyd edim ki, 9-10-cu siniflərin izahları da kanalda paylaşılıb və bu testləri işləmək üçün də Telegram qrupumuza keçid edə bilərsiniz. O da açıqlamada qeyd olunacaq. Növbəti test izahlarında görüşənə qədər gələcək imtahanlarda hər biriniz uğurlar. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.